Zəbur 68-ci məzmur. Musiqi rəhbəri üçün Davudun məzmuru. Bir ilahi. Allah qalxsın, qoy düşmənlər dağılsın. Ona nifrət eləyənlər qarşısından qaçsın. Pislər çəkilən tüstü kimi dağılsın, alovun qarşısında mum kimi ərisin. Qoy onlar Allahın qarşısında məhv olsun. Salihlər sevinsin, Allahın huzurunda fərəhindən coşsun, sevinib şad olsun. Allaha ilahı oxuyun, ismini tərənnüm eləyin. Buludlar üstünə minənə yol açın. İsmi Rəbdir, huzurunda fərəhiniz çağlasın. Öz müqəddəs məskənində olan Allah, yetimlərin atası, dul qadınların müdafiəçisidir. Allah kimsəsizlərə ev qurur, əsirləri firavanlığa çıxarır, günahkarlarsa quru yurtda yaşayır. Ey Allah, sən xalqının önündə gedərkən, çöllükdə yürüşə çıxarkən, Sina dağındakı Allahın qarşısında, Allahın, İsrailin Allahının huzurunda yer lərzəyə gəldi. Göydən yağış töküldü. Ey Allah, yaxşıca yağışlar yağdırdın. Solan torpaqlarını canlandırdın. Xalqın orada məskən saldı. Ey Allah, xeyirxahlığına görə məzlumlar üçün oranı sən hazırladın. Xudavənd əmr eləyir. Bir alay qadın belə müjdə paylayır. Düşmən orduları qaçır, padşahları qaçır, evdə olanlar talan malını paylayırlar. Siz ağıllar arasında yatanda qanadları gümüş kimi bərq vuran, tükləri isə qızıl kimi parlayan göyərçinə oxşuyursunuz. Külli ixtiyar padşahları elə dağıtdı ki, elə bir Salmon dağına göydən qar tökülür. Ey Başan dağı, Allahın dağı, ey zirvələri çox olan Başan dağı, ey zirvələri çox olan dağlar, Allah məskən salmaq üçün seçdiyi dağa niyə qibtə ilə baxırsınız? Bəli, Rəbb orada əbədi yaşar. Allahın döyüş arabaları var, minlərlə saysız hesabsız. Xudavənd onlarla birgə Sinadan müqəddəs məskəninə gəlib. Ya Rəbb Allah, sən yüksək yerlərə çıxıb məskən saldın. Əsir elədiyin düşmənləri özünlə ora apardın. Sən bütün insanlardan, hətta üsyankarlardan da xərac aldın. Xudavəndə, bizi qutaran Allaha, hər gün qayğı yükümüzü çəkənə alqış olsun. Allahımız azad eləyən Allahdır. Ölümdən qutaran Xudavənd Rəbdir. Allah düşmənlərin kəlləsini, günah içində yaşayanların tüklü təpəsini əzəcək. Xudavənd belə dedi. Onları Başandan geri qaytaracağam. Dənizin dibində olsalar belə, oradan geri qaytaracağam. Qoy ayaqların düşmənlərin qanına batsın. Bundan itlərinin dilləri də pay alıb yalasın. Ey Allah, indi burada o zəfər yürüşün. Ey Allahım, padşahım, müqəddəs yerə gəlişin görünür. Öndə ilahi oxuyanlar, arxalarındansa çalğıçılar, aralarında dəf çalan qızlar gəlir. Ey İsrailin belindən gələnlər, cəmiyyət içində Allahınız Rəbbə alqış eləyin. Qabaqda kiçik Binyamin qəbiləsi gedir. Ardınca çoxlu Yahuda başçıları, ondan sonra Zevulunun, Naftəlinin başçıları gəlir. Ey Allah, qüdrətini, bizim üçün işlətdiyin qüvvətini göstər. Yerusəlimdəki məbədinə görə sənə padşahlar xərac gətirir. Qamışlıqda yaşayan heyvanları, xalqların danaları ilə buğa sürüsünü təmbeh elə. Bu gümüşpərəsləri təpiyinin altına sal. Davakar xalqları pərən-pərən elə. Misirdən Allahın huzuruna elçilər gələcək, kuşlular da ona əl açacaqlar. Ey dünya ölkələri, Allaha ilahi söyləyin, Xudavəndi tərənnüm eləyin, göylərin, ulu göylərin üstünə minəni, güclü səslə gurlayanı dinləyin. Allahın qüdrətini bəyan eləyin, əzəməti İsrail üzərindədir, onun qüdrəti göylərdədir. Müqəddəs məkanında olan ey Allah, zəhimlisən. İsrailin Allahı öz xalqına qüdrət, qüvvət verir. Allaha alqış olsun.